Salam, bugün biz sizinlə sürüşən nöqtəli ədəd haqqında danışacağıq. Əgər siz hər hansı proqramlaşdırma dili ilə işləmisinizsə, tapşırıqlar həll etmisinizsə, onda yəqin ki, sürüşən nöqtəli ədədlə proqramın bir qədər qeyri-adekvat işlədiyini müşahidə etmisiniz. Məsələn, belə bir ifadə bizə true verməyəcək, yaxud proqramda 2 kəsr ədədini toplasaq, gözlədiyimiz nəticə əvəzinə ifadənin sonunda belə bir qarışıqlıq görəcəyik. Bu zaman əgər proqramlaşma dilini dəyişməklə problemi həll etməyə çalışırsınızsa, yanılırsınız. Burada problem nə dildə, nə də kompüterdə deyil. Bu problem daha çox riyazi cəbrin özü ilə bağlıdır. Bunun səbəbini və nəticəni bilmək üçün aydınlaşdırmaq lazımdır ki, kompüterin yaddaşında ədədlər necə saxlanılır? Hər bir ədəd kimi sürüşən nöqtəli ədəd də kompüterin yaddaşında ikili ədədlər formasında, yəni 0-1-lər formasında saxlanılır. Amma sürüşən nöqtəli ədəd digər ədədlərdən ilk öncə onunla fərqlənir ki, ədəddə istifadə olunan nöqtə yaxud vergül üçün 0-1-lər arasında sadəcə yer yoxdur. Nöqtəni rəqəmlə ifadə edə bilmirik. Ona görə də bax, mənfi ədədlər üçün olduğu kimi elə bir yazılış forması, yadda saxlama forması olmalıdır ki, biz bu ədədi çevirə bilək və əksinə bərpa edə bilək. Onu da deyim ki, bu problem xeyli vaxt ərzində həll oluna bilmirdi və kompüter istehsalçıları vahid standart olmadığı üçün bu sürüşən nöqtəli ədədi müxtəlif cür kompüterin yaddaşında saxlayırdılar. Bu da öz növbəsində kodlaşma ilə bağlı daha bir xaos yaradırdı. Belə ki, bir kompüterdə yazılmış proqram digərində işləyə bilmirdi. Bu problemin həllini isə IEEE öz üzərinə götürdü. Bu təşkilat elə bir model qurmalı idi ki, bu model bütün istehsalçıların aparat təminatını dəstəkləməli olsun. Və bununla da verilənlərin bir kompüterdən digərində istifadəsi mümkün olsun. Nəticədə IEEE 754 standartı yarandı. Bu standart sürüşən nöqtəli ədədin kompüterin yaddaşında necə saxlanılması üsulunu problemini həll etdi. O vaxt elə düşünmək olardı ki, bütün problemlər bir dəfəlik həll oldu. Oldu mu? Gəlin baxaq. Beləliklə, ilk öncə X86 prosesorlarının sürüşən nöqtəli ədədlərlə işləyə bilməsi üçün 86-dan başlayaraq 386-ya kimi prosesorlara əlavə bir modul işlənib hazırlandı. Bu modul prosesor adlanırdı. Sonralar isə bu modul prosesorun özünə inteqrə edildi. Intel və AMD firmalarının bir neçə texnologiyalarının yaranmasından sonra isə sürüşən nöqtəli ədədlərlə işləmək prosesor modulu olmadan da mümkün oldu. Deməli, kompüterdə kəsr ədədlərin bütün problemləri haqda ətraflı bilmək üçün gəlin öncə hər hansı kəsr ədədi onluqdan ikiliyə kompütersiz əl ilə çevirək. Bundan sonra isə baxaq kəsr ədədimiz bizim standarta görə kompüterin yaddaşında necə yadda saxlanılır. 7,25 ədədini götürürük. Onu 2 hissəyə ayıraq vergülə kimi və vergüldən sonra başqa sözlə desək ədədi tam və kəsr hissələrinə ayırırıq. Tam ədədin bölmə üsulu ilə necə çevrilməsini artıq bilirsiniz. Kəsr hissəni ikili say sistemində necə çevirək? Əgər tam ədədi 2-yə bölərək, qalıqdakı rəqəmi əks istiqamətdə oxuyaraq ikili ədəd alırıqsa, kəsr hissəsində isə əksinə, kəsr hissəni 2-yə o vaxta qədər vururuq ki, hasilin kəsr hissəsində 0 alınsın. Və sonunda tam hissədə yaranan rəqəmləri yapışdıraraq kəsr hissənin ikili sistemdə yazılışını alırıq. Hələlik burada ədədin işarəsindən danışmırıq, müsbət və ya mənfi olmasından. Beləliklə,
Biz ikili sistemdə təsvir olunan sürüşən nöqtəli ədəd aldıq. Sonra nə etməli? IEEE standartı bizə bu ədədin eksponensial formada yazılışını təklif edir. Burada S ədədin işarəsini, M mantissanı, Y isə eksponentanı göstərir. Məhz bu 3 ədəd kompüterin yaddaşında qalacaq. Bütün bu terminlərlə özünüzü çaşdırmayın. Mantissanı sadəcə belə yadda saxlayırıq. Mantissa ədədin elə bir kəsir hissəsidir ki, onun önündə vergüldən solda yalnız və yalnız bircə bir dura bilər. Eksponenta isə əsasın qüvvətidir. Eksponenta vergülün öz əvvəlki vəziyyətindən nə qədər uzaqlaşdığını yaxud sürüşdüyünü göstərir. Beləliklə, ikili say sisteminə çevirdiyimiz istənilən ədədi bu formulaya uyğun yazmalıyıq. Yuxarıdakı ədəd üçün vergülü sola 2 addım sürüşdürmüşük, ona görə alınmış ədədi 10 üstü 2-yə vurmuşuq. Əgər vergülü sola 3 addım sürüşdürməli olsaydı, onda alınmış ədədi 10 üstü 3-ə vuracaqdıq. Əgər elə bir ədəd olsa ki, qarşısında 0 durur, onda vergülü sola deyil, sağa sürüşdürməli olacaq. Aşağıdakı ədəd üçün vergülü 1, 2, 3 addım sağa sürüşdürmüşük. Ona görə də alınmış ədədi 10 üstü mənfi 3-ə vurmuşuq. Diqqət edin, əgər sola sürüşdürdükdə vergülü 10 üstü müsbətə, eksponensiya müsbət olur. Sağa sürüşdürdükdə isə eksponenta mənfi olacaqdır. Yuxarıdakı ədəd üçün burada eksponentanı da ikili say sistemi şəklində yazsaq, yəni 2-ni 1-0 şəklində yazsaq, ümumi ədədimiz aşağıdakı formada olacaq. Belə ədədi yadda saxlamaq üçün isə standartımız bizə aşağıdakı formatları təklif edir. Bunlardan əsasən təkli, 2 qat, 4 qat dəqiqliklə formatlarını götürə bilərik. Bu da öz növbəsində 32, 64, 128 bitə uyğun olacaq. Bundan başqa 80 bitli format da vardır ki, bu formata genişləndirilmiş 2 qat dəqiqlik formatı deyilir. Verilənlərin yadda saxlanması nöqteyi nəzərdən bu formatların hamısı eynidir. Amma hər bir format yaddaşa verilən bitlərin miqdarına görə fərqlidir. Hər bir formatın imkanları konkret olaraq tətbiq edilən proqramlaşdırma dilinin kompilyatorundan və aparat təminatından asılı olacaq. Məsələn, verilənlərin tipi float təkli, verilənlərin tipi double 2 qat dəqiqliyə, long double 4 qat yaxud genişləndirilmiş 2 qat dəqiqliyə uyğun gəlir. Məsələni çətinə salmamaq üçün elə 32 bitlik formatı nəzərdən keçirək. Baxaq görək aldığımız ədəd bu formata necə yazılır. Bu 32 bit 3 hissəyə bölünür. Solda mərtəbələrin ən böyük biti işarə biti göstərilir. Bildiyiniz kimi burada 0 ədədin müsbət, 1 isə mənfi olmasını göstərir. Elə tam ədədi yaddaşa verərkən tətbiq etdiyimizlə eynidir. Qalan məsələlər isə kardinal surətdə fərqlidir. Birincisi, ikili ədədin tam hissəsi həmişə 1 olacaq. Çünki biz bu ədədi eksponensial formaya uyğunlaşdırdıq. Əgər tam hissədə həmişə 1 olacaqsa, onu yaddaşda saxlamağın mənası yoxdur ümumiyyətlə. Beləliklə, ədədin tam hissəsi yaddaşa verilmir. Sonra kəsir hissə gəlir ki, kəsir hissə üçün 32 bitin aşağı mərtəbələrində 23 bit ayrılmışdır. Sağda boş xanalara sıfırlar yazılır ki, bu sıfırlar ədədin qiymətinə təsir etmir. Məsələn, 0.50 elə 0.5 deməkdir. Yəni, sağda duran 0 heç bir halda ədədin qiymətinə təsir etmir. Bu qayda elə ikili ədədlər üçün də tətbiq edilir. Təbii ki, sıfırlar solda olsaydı, ədədin qiymətinə təsir edərdi. İndi gəlin qüvvətin əsası ilə məsələni aydınlaşdıraq. Gördüyünüz kimi, elə tam ədəddə olduğu kimi, əsas həmişə 10 olduğu üçün biz onu da yaddaşa verməyəcəyik. Amma qüvvət üçün biz 8 bit yer ayıracağıq.
Qüvvət üçün ayrılmış yer buradır. Bu 8 bit işarə biti ilə kəsr biti arasında yerləşir. 8 bit 2 üstü 8, 256 qiymət deməkdir. Bu da deməkdir ki, nəzəri olaraq biz elə ədəd yaza bilərik ki, belə demək olarsa vergüldən 255 addım sürüşə bilsin. Bu da çox böyük ədəd deməkdir. Çətin ki, kimsə elə böyük ədədlərlə işləmişdir. Qüvvəti yaddaşa vermək üçün işarəsini də nəzərə almaq lazımdır təbii ki. İşarə müsbət və ya mənfi ola bilər. Qüvvətin işarəsi üçün daha bir bit burada nəzərdə tutulmayıb. Yadımıza salaq, mənfi tam ədədlər tamamlayıcı kod ilə ifadə edilirdi. Bu özünü doğrultsa da indiki hal üçün tamamlayıcı koddan istifadə etmək bizə daha da problem yaradacaq. Sürüşən nöqtəli ədədlər tamamlayıcı kod ilə yaddaşa verilərsə, sadəcə olaraq prosesor hansı ədədin böyük yaxud kiçik olduğunu təyin edə bilməyəcək. Bunu başa düşmək üçün aşağıdakı misalı təhlil edək. Təsəvvür edək ki, biz mənfi işarəli qüvvəti tamamlayıcı kod ilə onun üçün nəzərdə tutulmuş 8 bitlik yerə yazdıq. İndi birinci ədəddən böyük, qüvvəti müsbət olan digər bir ədəd götürək. Nəticədə yaddaşda 2 müsbət kəsr ədəd olacaqdır. Amma birinci ədədin qüvvəti, belə demək olarsa, invert şəkildədir. Belə ki, biz onu tamamlayıcı kodda saxlayırıq. Burada problem ondan ibarətdir ki, prosesor bu iki ədədi müqayisə edən zaman o birinci növbədə işarə bitinə baxacaq. Hər iki ədəddə işarə biti eyni olduğu üçün o digər bitləri, yəni qüvvət bitlərini müqayisə edəcək. Bu zaman birinci ədəddə ilk rəqəmin 1, digərində isə 0 olduğu üçün prosesor birinci ədədi böyük kimi qəbul edəcək. Əslində isə belə deyil. Tamamlayıcı kodda bitlər invertləşdiyi üçün ədədin böyük biti mərtəbəsi həmişə 1 ilə başlayacaq. Ona görə də qüvvətlərin qiymətinə görə hansı ədədin böyük, hansının kiçik olduğunu təyin etmək alınmayacaq. Bəs onda qüvvəti necə yaddaşda saxlayaq? Standarta görə belə qərara gəldilər ki, istər mənfi, istərsə də müsbət ədədləri 127 ədədinə görə yaddaşa vermək lazımdır. Daha doğrusu 8 bitli ədədlər diapazonu götürdülər. 0-dan 255 ədədinə kimi, hansı ki ortada 127 ədədi durur və qüvvəti 127 ədədinin üzərinə gəlməklə azalan yaxud artan tərəfə sürüşdürdülər. Sadə dildə başa salsaq, ikili say sistemində qüvvəti götürürük, onun üzərinə 127 ədədini gəlirik. Əgər ədəd mənfi olmuş olsa, nəticə 127-dən az olacaq. Yox, əgər müsbət olsa, nəticə 127-dən çox olacaq. İndiki hal üçün bizim qüvvətdə olan ədədimiz müsbət 2-dir və nəticə 129 edir. O da ikili say sistemində belə yazılır. Yadda saxlayın. Bütün mənfi ədədlər 127-dən solda, bütün müsbət ədədlər 127-dən sağda yerləşəcək. İndi isə onları müqayisə etmək asandır. Hansı ədədin böyük olmasını da təyin edə bilərik. Əslində qüvvətdə olan ədədləri yaddaşa vermək üçün ayrılan bu diapazonda mümkün əlçatan maksimal ədəd 255 deyil, 254-dür. Çünki standarta görə adi ədədlərdən fərqli olaraq qüvvət üçün ayrılmış diapazonun 255 qiyməti bambaşqa bir kəmiyyəti ifadə edəcək. Belə ki, məsələn, işarə biti 0, qüvvətdə yalnız 1-lər, kəsr hissədə yalnız 0-lar olan bu ədəd müsbət sonsuzluğu ifadə edir. Əgər eyni ilə həmin ədədin yalnız işarə bitində 1 olsa, bu ədəd isə mənfi sonsuzluğu ifadə edəcək. Onu da qeyd edim ki, burada da hesablamalar zamanı problemlər ola bilir. Məsələn, sonsuzluğu sonsuzluğa böləndə, yaxud mənfi ədəddən kök alanda mövcud olmayan ədəd, yaxud non, not a number yarana bilir.
Belə ədədin yazılışı üçün isə qüvvətdə yalnız birlər, kəsr hissədə istər 0, istərsə də birlər ola bilər. İşarə bitinin isə burada heç bir əhəmiyyəti yoxdur. Beləliklə, biz ədədimizi yaddaşa uğurla yaza bildik. İndi isə gəlin onu geri, onluq say sisteminə gətirək. Bunun üçün biz yenə eksponensial yazılış düsturundan istifadə edəcəyik. Öncə ədədin kəsr hissəsini götürüb onun üzərinə bir rəqəmini gəlirik. Yadımıza salaq ki, bir orada öncədən var idi, bir daima ədədin önündə olduğu üçün biz onu standartlara görə yaddaşa vermirdik. Eləcə də qüvvətin əsasını da biz yaddaşa vermədik. Amma bilirik ki, 10 əsası üstü bir 0 olmaqla orada olmalıdır. Təbii ki, biraz əvvəl qüvvətin üzərinə gəldiyimiz 127 ədədini çıxmağı da yaddan çıxarmırıq. Yəni, 129-dan 127-ni çıxdıqda 2 verəcək, o da ikili say sistemində 1-0 formasında burada yazılmışdır. Sonda isə bizim ədədimizə işarə bitini qaytarmaq lazımdır. Bunun üçün onu mənfi 1 üstü işarə bitinə vurmaq lazımdır. Məsələn, əgər ədəd müsbətdirsə, onda mənfi 1 üstü 0, o da bizə müsbət 1 verəcək və ədəd müsbət olacaq təbii ki. Yox, əgər ədəd mənfi olsa, onda mənfi 1 üstü 1, o da bizə mənfi 1 verəcək və ədəd mənfi olacaq. Yekunda ikili kəsr ədədinin ilk formasını aldıq. Qaldı onu onluq sistemə çevirmək, bunun da öhdəsindən asanlıqla gələ bilərsiniz. Burada bildiyiniz kimi, vergülə kimi rəqəmlər üçün mərtəbələr sağdan sola 0-dan başlayır. Elə tam ədədlərdə olduğu kimi, kəsr hissədə isə mərtəbələr soldan sağa -1-dən başlayır. Bircə o qalır ki, ikili sistemin onluq şəkildə olan mərtəbələrinə uyğun qüvvət üslü əsasını ikili sistemdə verilmiş ədədin hər bir mərtəbəsinə vurmaq. Çox qəribə də olsa, ilkin kəsr ədədinin onluq formasını yenidən aldıq. Niyə qəribə olsa, bu haqda indi danışacaq. Demək olar ki, məsələnin kulminasiya nöqtəsinə yaxınlaşırıq. Beləliklə, I3i standartı qarşımızda duran bu məsələnin, yəni sürüşən nöqtəli ədədin yaddaşa necə yerləşdirilməsi məsələsinin öhdəsindən gəldi deyə bilmirik. Çünki nümunə üçün mən belə demək olarsa, problemi olmayan bir ədəd seçdim və bu ədəd bu və digər sistemə problemsiz çevrilə bildi. Real olaraq isə istənilən ədəd qarşımıza çıxa bilər. Məsələn, götürək belə bir ədəd, onu ikili sistemə çevirəndə görürük ki, çevrilmə istədiyimiz kimi getmir, nəticə əvəzinə sonsuz təkrarlanan cavab alırıq. Bizim də bu təkrarlanmanı dövr edən qalıqda yazmaqdan başqa əlacımız qalmır. Beləliklə, bəzi kəsir ədədlərin ikili sistemə keçməsi mümkün olmur. Bəs onda 23 bitə sonsuz təkrarlanmanı necə yerləşdirmək olar? Cavab belədir. Yalnız 23 bitə yerləşməyən hissəni çıxarmaqla. Ədədin bir hissəsini çıxarmaq isə qeyri-dəqiqliyə gətirəcək. Bundan sonra isə ilkin biti bərpa etmək alınmayacaq. Belə sonsuz təkrarlanan ədədlər də eyni ilə eksponensial yazılışa malikdir. Belə ədədlərin yaddaşa yazılması elə digər kəsr ədədlər kimidir və 23 bitə isə sonsuz təkrarlanan qalığın neçə rəqəmi yerləşərsə o qədəri yerləşir. İndi gəlin biz düsturumuza əsasən bu ədədi onluq sistemə keçirək. Baxın, bu videonun kulminasiyası da elə budur. Tanış olun. Biz 5,9 ədədini götürmüşdük. Kompüter isə bizə bu ədədə yaxın bir ədədi ekrana verdi. Kompüter kəsr ədədlərini yalnız müəyyən dəqiqliyə kimi çevirə bilir.
Elə bu dəqiqliklə də biz manipulyasiya edərək düzgün nəticə almağa çalışacağıq. Kəsr hissəsi üçün nə qədər çox yer, çox bit ayrılarsa, o qədər çox bit ora yaza bilərik və o qədər də dəqiqlik çox olacaqdır. Onda kompüterin yaddaşında olan ədəd ilk ədədə daha yaxın olacaq. Məsələn, 2 qat dəqiqlik formatında ədəd üçün 64 bit ayrılır. Burada 3 nöqtələr şkalanın davamını göstərir. Böyük bit işarə kimi istifadə edilir. Qüvvət biti üçün artıq 8 deyil, 11 bit ayrılır. Yəni qüvvətin sürüşməsi üçün artıq 127 deyil, 1023 bit ayrılır. Ona görə ki, 127 8 bitli şkala üçündür, amma 1023 isə 11 bitli şkalaya uyğundur. Yerdə qalan 52 bit kəsir hissə üçün ayrılır. Əgər biz 4 qat format götürsəydik, onda qüvvət üçün 15 bit, kəsir hissə üçün isə 112 bit ayrılardı. Və belə formatda təqdim olunan ədədin dəqiqliyi təbii ki, 32 bit olandan daha dəqiq, daha yüksək olacaqdır. Hər bir halda ilkin ədədi mütləq bərpa etmək mümkünsüzdür. İndi sizə aydındır ki, 2 kəsir ədədini toplayanda niyə cavab qarışıq olur? Yaxud nə üçün 0,6 üstə gəl 0,3, 0,9-a bərabər olmur? Beləliklə, standartımız riyaziyyata qalib gəlməsə də, həlli əvvəllər mümkün olmayan bir sıra problemləri aradan qaldıra bildi. Sağ olun, qismət olsa növbəti dərsə dək.